Nitqin korreksiyası olurmu? Sizdən nitq təlimi aldım. Hər şey yaxşıdır, dəyişdi. Amma bir müddət sonra başqaları ilə danışa-danışa yenə də cıya-cıya qayıtdım və yaxud ləhcə avazım geri qayıtdı. Mən neyniyəcəm? Və biz necə eləyək ki, həmişə nitqimiz yaxşı olsun? Birincisi, nitqinizin yaxşı olması üçün təlimçinin sizə verdiyi proqramı unutmamağa çalışın. Bunu daim inkişaf etdirin. Bu demək deyil ki, siz ömür boyu bu cür danışacaqsınız. Ən az 3 ay, 5 ay bu cür sistemli danışsaz, danışığınızın uzun müddətdə qalması, düzgün şəkildə olması zəmanətlidir. Amma yenə də ətrafımızdakı insanlar, çevrəmiz bizə təsir edir, öz danışıq tərzi ilə, öz diksiyasından bizə təsir edir. Təəssüf ki, insanlar bir müddət sonra başqalarının təsiri altında nitqini yenə də bərbadlaşdıra bilirlər. Əslində, nitqin korreksiya ehtiyacı var. Hər 3 aydan, hər 6 aydan bir siz nitqinizi korreksiya etdirməlisiniz. Yəni, təlim aldığınız təlimçinin yanına gedirsiniz, ondan uzun müddətli bir ay deyil, 3-4 dərs götürərək nitqinizi təzədən təkmilləşdirirsiniz. Necə məsələn xanımlar üzlərində apardıqları proseduralarda onlar həmin korreksiyalardan keçirlər qaş üçün, lazer üçün korreksiyalardan keçilir. Çünki insan inkişaf edən məxluqdur. Öz köhnə formasını daim saxlaya bilmir. Ona görə də o inkişafa uyğun da hərəkətlər olmalıdır. Korreksiya mütləq vacibdir. Nitqinizi korreksiya etmək istəsəz, təbii ki, buradayıq, sizə kömək edə bilərik.